Bugün Ermənistanda seçki öncəsi aparılan təbliğatlarda səsləndirilən fikirlər, tezislər göstərir ki, Ermənistan müstəqil dövlət olmağa qadir deyil. Ermənistanın tarixən normal dövləti olmadığına görə dövlətçilik ənənəsi yoxdur. Həmişə kiminsə kölgəsinə sığınaraq öz planlarını həyata keçirib. Bir müddət öncəyə kimi bu ağa Rusiya idi, indi isə Fransanın simasında yeni sahib tapıb. Tarixən kolonialist siyasət yürüdən Fransa indi də bu çirkin kampaniyalarını Qafqaza doğru uzatmaq üçün Ermənistandan alət kimi istifadə edir. Rəsmi Paris regionda sülh və sabitliyin bərqərar olmasına deyil, gərginliyin saxlanılmasına çalışır. Bu da rəsmi Bakı tərəfindən regionda sülh müqaviləsinin imzalanmasına maneə və Ermənistanı yeni müharibəyə və revanşizmə təşviq etmək cəhdi kimi dəyərləndirilir. Güya Ermənistana səfər edən Makron onların arxasında dayandığını və erməni xalqının problemlərini özü həll edəcəyi mesajını verir. Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə də qərb dairələrinə və revanşizmi körükləyənlərə tutarlı cavablar verdi. Onlar acizdilər. Elə gücləri var idisə, elə 20-ci ildə kömək eləyərdilər də Ermənistana. Bugün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər, elə 20-ci ildə elə həmən liderlər idi də, hakimiyyət başında, öz ölkələrində. Gəlib yiyək duraydılar da Ermənistana. Boş boğazlıqdan başqa işinə yoxdur. Onların da işi gücü boş boğazlıqdır. Ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15%'dir. İndi güya ki Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas edib. Dövlət başçısı burada Fransa prezidenti Makronu nəzərdə tutur. Bugün Makronun Fransada reytingi ən aşağı səviyyədədir. Hətta o dərəcədə ki, qeyri-legitim ölkə başçısı hesab oluna bilər. Bunu ölkədə keçirilən sorğular da təsdiqləyir. Makronun Ermənistana səfərində maraqlı detal isə bundan ibarətdir ki, o İrəvan səfərini Türkiyədən keçməklə həyata keçirmək istədi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan onun arzularını gözündə qoydular. Çünki Türkiyə prezidenti Azərbaycanla razılaşdırmaqla buna imkan vermədi. Bunu hər kəs bilir ki, Azərbaycanla Ermənistan arasında sülhün təşəbbüskarı və qarantı Azərbaycandır. Ermənistan yalandan konfrans, seminar keçirməklə gözə kül üfürür. Əgər sərhədlərimizdə sakitlikdirsə, heç bir münaqişə yoxdursa, o zaman Avropa İttifaqının dırnaqarası missiyası nəyi müşahidə edir? Belə olan halda Avropa İttifaqı dırnaqarası missiyasının mövcudluğu vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə xidmət etmir. Ermənistan əgər doğrudan da real sülhün Paşinyanın ifadə etdiyi kimi əhəmiyyətini dərk etməyə başlayırsa, Ermənistan vəziyyəti, Azərbaycanın bu bölgədə təhlükəsizliyin qarantına çevrilməsini və məhz Azərbaycanla əməkdaşlığın Ermənistanı real suverenliyə aparacağını başa düşürsə, artıq bunu konferanslarda hansısa bəyanatlar fonunda, məqalələr fonunda yox, real addımlarda göstərməlidir. Bugün Ermənistan öz ərazisində Fransa və sair kimi dövlətlərə, ayrı-ayrı təsisatlara anti-Azərbaycan fəaliyyəti imkan verməməlidir. Bu, birbaşa Azərbaycanın maraqlarına zid, eyni zamanda məhz bölgədəki sülh maraqlarına zid bir situasiyanı meydana çıxarır. Azərbaycan və Ermənistan arasında artıq biz de facto sülhdən danışırıqsa, artıq deyirik ki, sərhədlərdə heç bir formada əskərlər ölmür, qarşılıqlı olaraq hərbi ritorikada artıq çəkinirik. Yaxşı, Avropa İttifaqının müvafiq müşahidə missiyası bugün hansı məqsədə xidmət edərək Ermənistanda fəaliyyət göstərir? Onlar nəyi müşahidə edir? Bu, səlibçi təfəkkürün, yoxsa kolonial siyasətin davamıdır. Bir neçə il əvvəl başlamış binokul diplomatiyası bugün də davam edir. Əgər Ermənistanda revanşistlər hakimiyyətə gələrsə və ölkəmizə qarşı yeni iddialar və provokasiyalar olarsa, Azərbaycan bütün lazımi tədbirləri görəcək və qəti önləyici addımlar atacaq. Azərbaycanın səbri ilə hər hansı formada oynamaq olmaz. Azərbaycan bu bölgədə elə bir reallıq yaradıb ki, Ermənistanda Paşinyan və yaxud digərləri hakimiyyəti əvəzləməsindən asılı olmayaraq dəyişən bu reallığı kimsə hansısa formada yenidən dəyişə bilməz. Azərbaycanın yaratdığı reallıq bu bölgədə hər bir erməni üçün, hər bir gürcü üçün, hər bir Azərbaycanlı olduğu kimi, Azərbaycanlı üçün olduğu kimi digər Qafqaz xalqları üçün də yeganə təhlükəsizlik qarantıdır. Və bu mənada biz arzu edirik ki, nəhayət erməni cəmiyyəti və erməni siyasətçiləri bu reallıqları görə bilsin və addımlarını buna müvafiq atsınlar.
Qarabağ müharibəsində Köçəryanlar, Sarkisyanlar, Qarabağ hərəkatının başçıları və onların arxasında duran qüvvələr məğlub edildi. Bəlkə də bəziləri bu qələbənin miqyasını və tarixi əhəmiyyətini görə bilmir, yaxud da dərk etmir. Həqiqət budur ki, Qarabağ zəfəri Qafqazda hökm salmış 200 illik tarixi ədalətsizliyə əsaslanan status quo-nu aradan qaldırdı. Buna görə də hər kəs bu qələbənin və hazırki reallığın əhəmiyyətini düzgün dərk etməlidir. Turab Hacızadə, Təxminə Babayeva, Elçən Məhərrəmov, NTV Xəbər.